Herkese salamlar. İlk vlogumu çəkirəm hal-hazırda, amma heç də yaxşı keyfdə deyiləm. Çünki hal-hazırda Ankaradayım. İspaniya vizası üçün gəlmişəm. Əsl istədim ki, bu müddət ərzində də vlog çəkim. Tələbə olaraq hansı prosedurlardan keçirəm, onları göstərmək istədim, amma hal-hazırda kiçik problemlər baş verdi, amma həll olacaq. Acceptance letter, yəni qəbul məktubunda təhsilimin dəqiq başlama və bitmə tarixi qeyd olunmalıdır. Məndə də aylar qeyd olunub, amma sadəcə yəni rəqəm qoyulmayıb ora bircə və ona görə problem yaratdılar. Və saat 2-yə kimi həll eləməliyəm. Əgər həll olmasa müraciətimi verəcəklər. Bu şəkildə və dərslərim mənim çoxdan başlayıb, mənim yəni təcili sürətdə İspaniyaya getməyim vacibdir. Ümid edirəm ki, yəni əlaqə saxladım hal-hazırda mailinə. Ümid edirəm ki, çox sürətli bir şəkildə həll edəcəklər. İndi isə bir neçə sənədimi də kopyasını çıxartdırmağım lazımdır. Ona görə türklərin kırtasiyasını axtarıram ki, görüm harada çap etdirmək mümkündür. Belə. Ümid edirəm ki, çox yaxşı şəkildə həll olar. Sabahlarım biletim var və mən Azərbaycana qayıdıram. Bu işi həll etdikdən sonra gəzməyi planlaşdırırdım, amma artıq gəzmək yəni vecimə deyil. Bunu həll etməyə çalışıram. Ümid edirəm ki, qısa zaman içində həll olacaq. Belə. Heç həll olanda xəbər edəcəm. Gələcəkdən gəlirəm. Sadəcə araya özümü salmaq istədim ki, bəzi şeyləri izah edeyim. Fikir verdim ki, bu prosesi necə həll etdiyimi izah etməmişəm. Problemi demişəm, amma həllini deməmişəm. Viza mərkəzinə getdim. Yəni, vaxtında çatdım. Heç bir problem yox idi. Və məni viza mərkəzinə qəbul edib, qırağa keçib gözləməmi dedilər və sənədləri də sırasına uyğun şəkildə düzməyimi dedilər və mən də o şəkildə elədim. Vaxtı gəldi, məni çağıracaqlarını dedilər. Və sonrasında isə sənədləri düzərkən gördüm ki, kirayəyə tutduğum evin kontraktını araya qoymamışam, çap etdirməmişəm. Onsuz da ki, orada bir stres gəlməyə başladı. Amma sonra fikirləşdim ki, onsuz da ki, bu sənəd yəni hazır bir sənəddir, sadəcə çap etdirməmişəm. Yəni, məncə burada problem yox idi və mən resepsiyon yaxınlaşıb PDF faylını onlara göndərib və çap etdirmək istədiyimi söylədim. Onlar da mənə problem olmadığını və sadəcə divarda yazan mailə lazımi faylı göndərməyimi tapşırdılar. Və mən də o şəkildə etdim. Amma təbii ki, hər zaman bəzi problemlər baş verməli olduğu üçün mən sənədi göndərəndə nə spama getdi fayl, nə inboxa getdi. Yəni 2-3 dəfə göndərməyimə rəğmən heç bir şəkildə fayl gedib onlara çatmadı. Nəysə, düşündüm ki, çıxaram, qıraqda bir hansı bir dəftərxana taparam və bir şəkildə də olsa mən o faylı çap etdirərəm. Mənə dedilər ki, okey, yaxınlaşa bilərsiniz, artıq sənədlərinizi təqdim edin. Və sənədlərimi təqdim etdiyim zaman qadın mənə dedi ki, bir-bir yoxluyurdu və sonra gördü ki, aha, burada bir problem var. Qəbul məktubunuzda sizin dərslərinizin başlama və bitmə tarixi dəqiq şəkildə qeyd olunmayıb. Başlama tarixlərinə və bitmə tarixlərinə görə verildiyi üçün mən sizin müraciətinizi qəbul edə bilmərəm deyib bütün sənədləri mənə uzatdı və mən orada artıq şok oldum. 5 saniyə içində donum qaldım ki, yəni nə baş verir hal-hazırda. Təcil olduğunu, mən dərslərim artıq başladığını və mənim artıq biletimin hazır olduğuna, getməli olduğumu dedim və mənə dedi ki, okey, saat 2-yə kimi həll edə bilirsənsə elə, həll edə bilməsən müraciətinizi ləğv eləyəcəyik. Və sonra isə koordinatoruma mail yazdım. Onlar isə mənim mailimi oxuduqlarını dedilər
və sənədi yenidən tarixləri dəyişdirib, başqa bir sənəd hazırlayıb, o sənədi də professora imzalatdırdıqdan sonra mənə maildə göndərdilər. Mən də onu çap etdirib viza mərkəzinə təqdim etdim. İspaniya vizasında o qədər sənəd istəyirlər ki, təhsil vizası üçün xüsusilə. Mən bir neçə sənəd apostil etdirmişdim və 2 dəfə apostil edilmiş sənədlər təsəvvür edə bilirsiniz. Yəni təbii ki, bu 2 ay vaxt alan bir proses oldu. Digər görüntülərdə isə Ankara'da etdiyim kiçik gəzintilərin kiçik görüntüləri var. Sadəcə 2 gün orada oldum və bacardığım qədəri ilə gəzib bəzi yerləri görməyə çalışdım. Və ilk vlog təcrübəmdə olduğu üçün çox danışmamışam videolarda və hətta ki, çox yaxşı görüntülər çəkməmiş ola bilərəm. İndidən üzrlü sayım buna görə, amma inkişaf elətdirəcəyimə inanıram. Ümid edirəm ki, də videodan zövq alarsınız. Təşəkkürlər. Və sonunda viza məsələsini həll etdim. Daha doğrusu viza üçün lazımlı sənədləri verdim, bitirdim. Çox şükür ki, artıq bitdi bu proses. Çünki həqiqətən 2 ay bəlkə də çəkdi bu proses. Sənədlərin apostili, sənədlərin notarial təsdiqli tərcüməsi və s. hər şey o qədər uzun çəkdi ki. Və bu yol uğrunda, yəni getmədiyim yer, zəng eləmədiyim yerlər, xərcləmədiyim pullar qalmadı. Amma neysə ki, artıq sənədləri verdim. Qaldı bircə vizanı gözləmək. O da qısa müddət ərzində gələcək. Belə Ankaranı gəzdim. Gəzdim dediyim Anıtkabirə və s. getdim və o qədər çox bəyəndim ki, həqiqətən çox bəyəndim. Növbəti görüntülərdə də bunu əvvələ qoymağı planlayıram. Növbəti görüntülərdə də gəzdiyim yerlərdən bir neçə kadrlar paylaşmağı düşünürəm. Ümid edirəm ki, yaxşı bir video alınır. İlk dəfədir çünki vlog çəkirəm və bunu nə dərəcədə yaxşı edəcəm müəmmalıdır. Amma görək. Türk sanat mitolojisinde sanatında güç, kahramanlık, koruyuculuk sembolüdür diyor. Bu sayı Oğuz boylarının 24'ünü simgeler diyor. Falan, evet. İstersen ben de çekeyim. Nasıl şey yapacağım? Sayılıyor. Ver! Orada! Selam! Dur! Və başqa bir gündən salamlar. İndi durmuşam. Daha doğrusu biraz olar. Və hal-hazırda evdə heç kəs yoxdur. Bugün Ankara'da sonuncu günümdür. Belə deyim, əslində bu günü gəzəcəkdim, amma dünən də çox gəzmişdim. Bugün də istəyirəm ki, gedim kofe içim, cinnamon rolla. Dostumun burada məsaj gördüyü bir yer var imiş, oraya getməyi düşünürəm. Görək necə yerdir. Gedim, oradan kadrlar paylaşacağım. Hal-hazırda gəlmişəm, səhər yeməyi yeyirəm, dünyanın ən gec səhər yeməyi. Daha doğrusu yedimi bitirdim. Cinnamon roll sifariş vermişdim, onu yedim, çayla. Və Türklərin çayını mən çox sevdim. Dünən də çay içmişdim, bugün də çay içdim, məncə qəşəngdir. Hələ. Bugün biraz gəzməyi planlayıram, yəni gəzmək dediyim, görün, yollar məni hara aparır. Vlog çəkməyə hələ də alışmadığım üçün ilk dənəmədir, ona görə normal saymaq olar. Çantamı və s. toplanmışam artıq. Belə dostumla görüşüb gidəcəm havalimanına. Belə. Hemen gir sağda paket var.
Salam de. Salam. Ben yaşlıyam. Tamam, anladım. Oldu mu? Oldu. İndi hal-hazırda Ankaranın ən turistik yerində gəzirik. Turistik olmasına rəğmən ən balaca yerdir. Amma çox gözəldir. Kupaları da göster. Belə, burada çox qəşəng kupalar var, bir dəqiqə. Çox qəşəngdir bunlar. Əslində maqnit alacaqdım, amma düşünürəm ki, məncə belə stakanda ala bilərəm. Amma sumkamda yer yoxdur. Yəni çantamda, sumkam deməyim, oruçcadır. Az öncə çəkməyi unutdum, yemək yedik, çox gözəl. Çəkməyi unutdum və qaça-qaça indi gedirik hara? Hara gedirik? Otobüse giderik. Gedərik. Oradan da gedirəm hava limanına. Belə. Artıq Ankara səfəri bitir. İndi hazırda bütün kontrollardan keçdim. Təhlükəsizlik yoxlanışı da bitdi. Həmişə ən stres elədiyim proses təhlükəsizlik yoxlanışı olur. Çünki hər dəfə hər şey çıxartmağına rəğmən yenə də şirkətdə problem çıxır. Belə, indi suyumu almışam. Təbii ki, aeroport suları həmişə kimi baha olur. Suyumla oturaraq telefonun şarj yapmasını gözləyirəm. Belə bateriyası bitib çünki. Şəkildə və bunu öyrənmiş oldum ki, Ankaradakı aeroportda duty free'də su satılmır. Gedib kafedən almaq lazımdır. O şəkildə. Uçuşuma hələ 1 saatdan çox vaxt var. Prosto mən həmişə çalışıram ki, biraz tez gəlim. Vaxtı ikən başıma gələnlərə görə ya təyyarəyə keçəndə çəkə bilsəm, oradan da görüntülər qoyacağım.